Allahu Akbar, Allahu Akbar. Allahu Akbar, Allahu Akbar. İn uridu illa'l islaha mastata'tu. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala əşrafil ənbiya'i vəl mursalin. Nəbiyyina Muhammedin və ala alihi və sahbihi əcmain. Elhamdülillah, yenə Rasulullah sallallahu aleyhi və səlləmin mübarək həyatını davam edirik. Və o vaxt ki, Allah subhanahu və teala buyurdu ki, Əuzu billahi minəşşeytanirracim. فاصدع بما تؤمر وأعرض عن المشركين. Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir. Hicr surəsi 94-cü ayə. Bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm başladı hər kəsi açıq dəvət etməyə və insanlara ən əzəmətli kəlməni deməyə bildirirdi. Başa salırdı ki, kim la ilahə illallah deyərsə, o bu dünyada da, ahirətdə də nicat tapar, xoşbəxt olar. Və başa salırdı ki, heç nəyə Allaha şərik qoşmayın və yalnız Allaha qul olun, ona ibadət edin. Və başa salırdı ki, onların Allahdan başqa ibadət etdikləri bütlər acizdilər, heç nə etməyə gücləri yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm insanların yanına gedib, onları tək Allaha, tövhidə, İslama dəvət edirdi. Və bu vəziyyət Qureyşi narahat etməyə başladı. Yığılıb bir neçə nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi Əbu Talibin yanına getdilər. Çünki Əbu Talib Peyğəmbər sallallahu aleyhi və səlləmi müdafiə edirdi. Gəlib dedilər ki, ey Əbu Talib, qardaşın oğlu bizə əziyyət verir, ilahlarımızdan çəkindirir, bizim düz yolda olmadığımızı deyir. Əbu Talib oğlu Aqili göndərdi ki, get Muhammədi çağır gəlsin. Aqil deyir ki, şiddətli istidə getdim Muhammed sallallahu aleyhi və səlləmin evinə və ona hadisəni xəbər verdim. O da dərhal gəldi. Əbu Talib dedi ki, ey Muhammed sallallahu aleyhi və səlləm, bunlar mənim əmi uşaqlarımdır. Onlar iddia edirlər ki, sən onlara əziyyət verirsən, onların ilahlarından insanları çəkindirirsən, batil olduğunu deyirsən, onlara əziyyət verməkdən əl çək. Peyğəmbər sallallahu aleyhi və səlləm göyə baxaraq dedi ki, bu günəşi görürsünüzmü? Onlar dedilər ki, bəli, görürük. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, vallahi mənim göndərilmiş olduğum vəzifəni yerinə yetirmək hər hansınızın bu günəşdən bir atəş parçasını qoparmasından daha asan deyildir. Əbu Talib dedi ki, qardaşım oğlu heç vaxtı yalan danışmadı. Haydi qalxın gedin. Və həc mövsümü yaxınlaşırdı. Bu da dəvət üçün əlverişli bir vaxt idi. Və Qureyş də bunu bildiyi üçün çox narahat idilər. Fikirləşirdilər ki, Məkkəyə gələn heyətlərə nə desinlər ki, insanlar Muhammed sallallahu aleyhi və səlləmə qulaq asmayıb ondan çəkinsinlər. Və bu barədə gələn rəvayətin birində Mücahid rahiməhullah deyir ki, Vəlid ibn Muğira Qureyşə dedi ki, Darun Nədvədə toplanın, sizə deyəcəklərim vardır. Qureyşin başçıları orada toplandılar. Vəlid dedi ki, siz soylu və ağıllı insanlarsınız. Qəbilələr Kəbəni ziyarət etmək üçün gələcəklər. Muhammed də onları öz fikirlərinə dəvət edəcək. Onun haqqında insanlara nə deyəcəksiniz? Sözlərimizin hamısı bir olsun. Onlar da dedilər ki, şair deyərik. Vəlid ibn Muğira üz gözünü turşutdu, biraz fikirləşdi, dedi ki, yox, biz şairlərin sözlərini bilirik, vəzinlərini və s. Düz gəlmir bu. Dedilər, kahin deyərik. Vəlid dedi ki, gedib onu eşitsələr, kahin olmadığını da görəcəklər. Bu da uyğun gəlmir. Onda dəli deyərik, dedilər. Yox, yanına gələnlər görəcəklər dəli də deyil. O halda sehirbaz deyərik. Deyərik, bir-birinə düşmən olan iki nəfəri barışdırır, bir-birini sevənlərin ata ilə oğlun arasını vurur və s. Vəlid ibn Muğira dedi ki, fikirləşərək bu uyğundur, o sehirbazdır deyin. Oradan ayrılanda Peyğəmbər sallallahu aleyhi və səlləmə kim rast gəlirdisə deyirdi ki, ey sehirbaz. Bu da Peyğəmbər sallallahu aleyhi və səlləmə çox ağır gəlirdi.
Allah subhanahu wa ta'ala bu ayələri nazil etdi. ذرني ومن خلقت وحيدا وجعلت له مالا ممدودا وبنين شهودا ومهدت له تمهيدا ثم يطمع أن أزيد كلا إنه كان لآياتنا عنيدا سأرهقه صعودا إنه فكر وقدر فقتل كيف قدر ثم قتل كيف قدر ثم نظر ثم عبس وبسر ثم أدبر واستكبر فقال إن هذا إلا سحر يؤثر إن هذا إلا قول البشر سأصليه سقر وما أدراك ما سقر لا تبقي ولا تذر لواحة للبشر عليها 19 Məni yaratdığım kimsə ilə tək burax. Mən ona bolluca var dövlət bağışladım. Qayğısına qalan oğullar verdim və onu hər cür imkanlarla təmin etdim. Bunlara baxmayaraq o yenə də əlavə etməyimi arzuluyur. Xeyr, çünki o ayələrimizi inadla inkar edir. Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm. Çünki o fikirləşərək qərara gəldi. Ona ölüm olsun, necə qərara gəldi. Sonra yenə ona ölüm olsun, gör necə qərara gəldi. Sonra o nəzər saldı. Üz gözünü turşudub, qaşqabağını tökdü. Sonra da arxasını çevirib təkəbbür göstərdi və dedi ki, bu sehirbazlardan eşidilib təkrarlanan sehirdən başqa bir şey deyildir. Bu adi insan kəlamıdır. Mən onu səqərə salacağam. Sən hardan biləsən ki, səqər nədir? O kimsəni sağ-salamat buraxmaz, dərini yandırıb yaxar. Onun üzərində 19 gözətçi mələk vardır. Müdassir surəsi 11-dən 30-a qədər. Və Qureyş başladı Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvətinin qarşısını almaq üçün cürbəcür yollara əl atmağa. Peyğəmbər sallallahu aleyhi və səlləm və müsəlmanları istehza edirdilər, təhqir edirdilər, alçaldırdılar. Allah Teala Quran-ı Kərimdə bu haqda bildirir. Allah Teala buyurur ki, ona sallallahu aleyhi və səlləmə dəli dedilər. Hicr surəsi 6-cı ayə. Ona sehirbaz yalancı dedilər. Sad surəsi 4-cü ayə. Kafirlər zikri Quranı eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən o dəlidir deyirlər. Qələm surəsi 51-ci ayə. Onlar deyirdilər, bunlardırmı aramızdan seçilib Allahın lütf etdikləri? Allah Teala buyurur ki, məgər Allah şükür edənləri daha yaxşı bilən deyildirmi? Ənam surəsi 53-cü ayə. Yenə buyurur ki, günahkarlar iman gətirənlərə gülürdülər. Möminlər onların yanından keçərkən bir-birlərinə qaş-göz edirdilər. Ailələrinin yanına qaydanda isə keyfləri kök qaydırdılar. Möminləri görəndə bunlar azanlardır deyirdilər. Halbuki onlar möminlərə nəzarətçi göndərilməmişlər. Mutaffifin surəsi 29-33-cü ayələr. Quran haqqında belə deyirdilər. Bu sözlər qabaqçıların danışdıqları nağıllardır. O bunu başqasına yazdırmışdır. Bunlar səhər axşam ona oxunur. Furqan surəsi 4-5-ci ayələr. Yenə deyirdilər ki, bu necə peyğəmbərdir ki, yemək yer, bazarlarda gəzir. Furqan surəsi 7-ci ayə. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm insanları dəvət edərkən müşriklərdən biri olan Nadir ibn Haris çalıb oxuyan cariyələr almışdı və onlara əmr edirdi ki, çalıb oxuyun ki, insanlar Muhammedə sallallahu aleyhi və səlləmə qulaq asmasınlar. Allah Teala buyurur ki, insanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan saptırmaq üçün və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir. Loğman surəsi 6-cı ayə. Həmçinin İbn Kəsir rahimehullah təfsirində və başqaları gətirir ki, Səid ibn Cübeyr və başqaları rivayet edirlər ki, Nadir ibn Haris Farsların ölkələrinə gedib onların hökmdarlarının, Rüstəm və İsfəndiyarın hekayələrini öyrənmişdi. Məkkəyə qaydanda gördü ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən Allahın elçisiyəm və insanlara Quran oxuyurdu. Peyğəmbər sallallahu aleyhi və səlləm oradan gedəndən sonra Nadir ibn Haris orada oturardı, insanlara Farsların hekayələrini danışıb deyərdi ki, Allah xatirinə deyin görək, mənim danışdıqlarım yaxşıdır yoxsa Muhammedin sallallahu aleyhi və səlləm. Bu İslam düşməni müsəlmanlara əsir düşərək öldürüldü. İnşallah bu barədə Bədr döyüşündən danışarkən qeyd edərik. Və Allah subhanahu wa ta'ala Ənfal surəsinin 31-ci ayəsini nazil etdi. وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا قَالُوا قَدْ سَمِعْنَا
لو نشاء لقلنا مثل هذا إن هذا إلا أساطير الأولين. Ayələrimiz onlara oxunduğu zaman deyərlər, artıq eşitdik, istəsək biz də buna bənzərini deyə bilərik. Bu keçmişlərin əfsanələrindən başqa bir şey deyildir. Həmçinin İbn Abbas radiyallahu anh rəvayət edir ki, Qureyş müşrikləri bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmə təklif etdilər ki, gəl səni zəngin edəcək qədər mal mülk verək. Qızlarımızdan hansını istəyirsən onunla evləndirək. Bunun əvəzində sən də bu dəvətini dayandır. Dedilər Peyğəmbər sallallahu aleyhi və səlləm onların bu təklifini qəbul etmədi. Sonra dedilər ki, elə isə bir təklifimiz qaldı, sənin üçün də bizim üçün də ən uyğun olanı budur. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, nədir o təklif? Dedilər ki, bir il sən bizim ilahlarımıza, Lat və Uzzaya ibadət et, bir ildə biz sənin ilahına ibadət edək. Və beləcə hər kəs öz nəsibini almış olar. Allah subhanahu wa ta'ala Kafirin surəsini nazil etdi. Bismillahirrahmanirrahim. Qul ya eyyuhel kafirun. La a'budu ma ta'budun ve la entum abidun ma a'bud ve la ana abidun ma abadtum ve la entum abidun ma a'bud lakum dinukum veliyedin. De ey kafirlər, mən sizin ibadət etdiklərinizə ibadət etmərəm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir. Kafirun surəsi 1-dən 6-ya qədər. Yenə Allah Teala Zumər surəsinin 64, 65, 66-cı ayələrində buyurur ki, de, mənə Allahdan qeyrisinəmi ibadət etməyə əmr edirsiniz? Ey cahillər! Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur. Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol. Həmçinin Buxari Ənəs ibn Məlikdən radiyallahu anhudan rəvayət eləyir ki, Əbu Cəhil düşmənçiliyindən dolayı dua edib deyirdi ki, ey Allah, əgər bu Quran və ya Peyğəmbər sənin tərəfindən gəlmiş bir haqdırsa, onda göydən üstümüzə daş yağdır və ya bizə şiddətli bir əzab göndər. Allah Teala buyurdu ki, o zaman insanlar, ey Allah, əgər bu sənin tərəfindən gəlmiş bir haqdırsa, onda üstümüzə göydən daş yağdır və ya bizə ağrılı, acılı bir əzab göndər demişdilər. Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir. Ənfal surəsi 32-33-cü ayələr. İbn Abbas radiyallahu anh deyir ki, onları Allahın əzabından qoruyan iki səbəb var idi. Biri Peyğəmbər sallallahu aleyhi və səlləmin onların arasında olması və bir də onların bağışlanma diləmələri. Peyğəmbər sallallahu aleyhi və səlləm onların arasından getdi, bağışlanma diləmələri isə qaldı. Həmçinin Qureyş müşrikləri hər bir yola əl atırdılar ki, İslam dəvətinin qarşısını alsınlar, lakin bunu edə bilmirdilər və sonra toplaşdılar, Əbu Ləhəb də başda olmaqla qərara gəldilər ki, İslamı qəbul edənlərə feili, əziyyət və işgəncələr versinlər. Və burada dayanaq və sallallahu alə seyyidinə Muhammedin və alə alihi və səhbihi əcməin.